Deməli, bu uca 92-ci il idi. Heç 14 gün döyürdü, 15 gün döyürdü, evə köçmüşdük. Oğlum üçün gəldi, Xaviska ki, səni əskər aparır. O gecə mən yatmadım. Onun bir sözü mənim ürəyimə dağ çəkdi. Dedim, amma icazı öyle doyucudur. Qanlı qadalı döyüşlər meydançasına yollandı, bölgələrinə. Mən qaldım balaca oğlumdan. Həyat, əzab, istirab məni yıxdı. 6 il buraxmadılar onu. Əskər idi. Hər dəfə qapı döyüləndə mənim ürəyim qana dönürdü. Hər dəfə zəng gələndə mənim ürəyim qana dönürdü. Görürsən, nə xəbər var? 6 ildən sonra o evə qayıtdı. Dedim, buraxıblar necə? Mama buraxıblar da. Gördüm nəsə bu gözünü ətdindən artıq arıq deyir. Dedim, Rahab sana nə olub? Dedi, heç mama biraz xəstəyəm. Böyrəklərim də ağır verir. Dedim, də olacaq da. Hələ şükür Allaha ki, salamat gəlmirsən. Bir gün gecə gördüm ki, nəsə elə bir bu, nəsə belə. Bildiniz də, ağciyərlər, böyrək. Apardım onu həkimə. Dedilər, küllü miqdarda pul lazımdır. Deyim, özümün də bir xasiyyətim var ki, onları böyüdənəcən heç kəsə boyun eğməmişdim. Mənim üstümə kim gəlmişdi də boş yola salmamışdım. Allah yetirirdi bu qabarlı əllər. Bax, ekranını qabaqdan görsətsə, bilinir əzab, əziyyətləri. Yenə deyirəm, küllü miqdarda pul lazım idi. Mən evi qoydum satışa. İndiyə qədər də dava dərmanlandı. Şükür Allaha ki, biraz babatdır.